ilin bugünü qoruqlarda, tarixi məkanlarda abidələrin və tarixi yerlərin qorunmasının təbliği məqsədi ilə müxtəlif tədbirlər, sərgilər təşkil edilir. Paytaxt Bakıda tarixi bir şəhər olduğu üçün ilin istənilən fəslində burada yerləşən abidələri, məkanları ziyarətə gələnlər olur. Mənim bugün ikinci günümdür şəhərdə. Mənim hər şey çox xoşuma gəlir burada. Əsasən içəri şəhər çox xoşuma gəldi. Xüsusən də kino çəkilən hissəsi. Burada 5 saat vaxt keçirdim. Ora çox gözəldir. Mən ikinci dəfədir Bakıdayım. Birinci dəfə oktyabr ayında olmuşam. İstəyərdim daha tez-tez gəlim. Ümumiyyətlə Bakıya çox heyranım. Qız qalasında olmuşuq. İndi də Şirvanşahlar sarayına getmək istəyirik ki, oranı rəfiqəmə göstərim. Birinci dəfə oranı gecə vaxtı görmüşəm. İndi isə gündüz görmək istəyirəm. Çox gözəldir. Ölkəmizin hər yerində yaşlı əsrləri və minillikləri əhatə edən tarixi abidələr mövcuddur. Orta əsrlərə aid abidələr Möminə Xatun, Qarabağlar, Gülüstan, Bərdə türbələri, Şirvanşahlar sarayı, Şəki Xan sarayı, Şuşa şəhərinin abidələri nəinki şərq, hətta dünya memarlığının ən gözəl incilərindəndir. İçəri şəhər isə orta əsrlərdə Azərbaycanda yüksək inkişaf etmiş şəhərsalma sənətinin olduqca qiymətli nümunəsidir. İçəri şəhərin ən unikal abidələrindən biri 1964-cü ildə aşkar edilmiş Sıratağlı dini memarlıq kompleksidir. Memarlıq kompleksində aparılan arxeoloji qazıntılar zamanı 4 metr dərinlikdə 8 güşəli sütun aşkar edilmişdi. 2 metr dərinlikdə isə 50 qəbir meydana çıxmışdı. Onun ərazisində yerləşən Qız qalası, Şirvanşahlar sarayı kompleksi ilə bərabər qala divarları, məscidlər, karvansara, hamam, bazar meydanı və digər tarixi məkanlar Azərbaycan memarlıq sənətinin keçdiyi ayrı-ayrı mərhələləri özündə əyani şəkildə təcəssüm etdirən misilsiz abidələrdir. 1952-1957-ci illərdə içəri şəhərin qala divarları bərpa edilib. 1977-ci ildə bura Azərbaycanın tarix memarlıq qoruğuna çevrilib. İçəri şəhər qədim Bakının özəyidir, mərkəzidir, Şirvanşahlar dövlətinin ikinci paytaxtıdır və içəri şəhərdə çox sayda memarlıq abidələri, tarixi abidələr cəmləşib. Bunlardan 4-ü dünya əhəmiyyətli abidələrdir. Bu Qız qalası, Şirvanşahlar sarayı kompleksi, Məhəmməd Meçidi və içəri şəhər özü. 32-si ölkə əhəmiyyətli, bunlardan 28-i memarlıq abidələri, 4-ü arxeoloji abidələrdir və 500-ə yaxında deməli, yerli əhəmiyyətli abidələr var ki, burada əsasən yaşayış evləri deməli, daxildir. Təkcə 20-ci əsrdə baş vermiş 2 dünya müharibəsi nəticəsində bir çox dağıntılar olub. Hazırda dünyada minlərlə abidə məhv olmaq təhlükəsi ilə üz-üzədir. Bu baxımdan beynəlxalq abidələr və tarixi yerlər gününün təsis olunması böyük əhəmiyyətə malikdir. Gülnar İlqar qızı, Zaur Həşimov, Telesəhər.